Şəhərimizin bir çox ərazilərində quşlar üçün belə balaca yuvalara rast gəlirik. Müxtəlif materiallardan hazırlanan bu yuvalar quşlar üçün qışda sığınacaqdır. Ölkəmizdə oturaq quşlardan paytaxtımızda ən çox yayılan sinantrop növləridir. Bunlara göyərçin, alaqarğa, qaratoyuğa aid etmək olar. Ancaq onların belə yuvalarda qışlamağına çox az hallarda rast gəlinir. Ağaçlarda, yarıqlarında özləri üçün 30-40 sm ağacın özəyində yuva açıb, orada yuvalayırlar. O suyunu asılmış qəfəslərə girmirlər. Yəni, bizim Bakı şəhərində nə yuva asıb, ora quşları cəlb eləmək, hətta çətin qış dövründə yemləmək ənənəsi yox. İstiqaməti düz qurmadan, məsələn, işıq düşənə, külək gələnə və yaxud elə xəlbət ki, o biri bunun düşmənləri də, rəqibləri də görür, gəlib bunun balasının, yumurtasını yeyə bilər. Sinantrop quşlar şəhərdə ən çox qala divarları, ağaclar, evlərin yarıqları, çatlarında yuvalayırlar. Ancaq kiçik quşlardan sərçələrin sayında azalma müşahidə olunur. Bunun da səbəbi parklardakı bitkilərdir. Belə ki, sərçələr kol bitkilərində yuvalayırlar. Bəzi parklarda isə kol bitkilərinin əvəzinə tropik bitkilər əkilib. Həmçinin onlara verdiyimiz yeməklərə də diqqət etməkdə fayda var. Qış aylarında quşlara xüsusi qayğınız nədən ibarətdir? Yedirdirsiniz onları? Bazen simitimin hepsini bitirmediğimde gidiyorum bankın köşesine falan bırakıyorum ya da ağacın kenarlarına bırakıyorum, yiyorlar. Daha çox Targov ərazisində səhər vaxtlarında quşları yedirdirəm. Hansı yemləri verirsiniz? Daha çox çörək verirəm, çünki daha çox onu yeyirlər. Qış aylarında quşlara yemək verirsinizmi? Bəli, mən daha çox evdən çıxanda həmişə cibimdə olurdu, çörək götürürəm ki, quşlara yemək verim də. Bəzən üstündə dən yazıram ki, quşlara yemək verim də. Buğda verirəm, çörək gətirirəm, quşları yedizdirmək, heyvanları yedizdirmək Allah məqamında ən savadlı işlərdən biridir. Mütəxəssislər deyirlər ki, quşların yemlənməsinə həssas yanaşmaq lazımdır. Çünki bəzi tullantılar bu canlılara zərər verə bilər. Məsələn, parkda bulvar görürsünüz ki, uşaqların əlindən konfet düşür, peçeniyə düşür. Mən özüm müşahidə eləmişəm ki, konfeti qarğa götürüb, yapışıb ağzına, nə uda bilir, nə yeyə bilir. Yəni, bilmək lazımdır ki, bunlar nə yeyir? Bəzi iddialara görə isə qışda paytaxtımızda quşlar olmur, uçub gedirlər. Mütəxəssislər isə bunun səbəbini mövsümi amillərlə deyil, şəhərdə olan səs-küy və güclü işıqlandırma sistemi ilə əlaqələndirirlər. Nigar Babayeva, Vahid Zalov, Telesəhər.